Azərbaycanda tanınmış alim və tibb sahəsinin görkəmli nümayəndəsi Cəmil Əzizoğlu Əliyev yüksək dövlət mükafatına layiq görülüb. Məlumata görə bununla bağlı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Cəmil Əzizoğlu Əliyev ölkədə tibb elminin inkişafına və səhiyyə sahəsində göstərdiyi uzun müddətli səmərəli fəaliyyətinə görə İstiqlal ordeni ilə təltif edilib. İstiqlal ordeni Azərbaycanın ən ali dövlət təltiflərindən biri hesab olunur və bu mükafat adətən ölkənin inkişafına mühüm töhfələr verən şəxslərə təqdim edilir. Cəmil Əliyevin bu ordenə layiq görülməsi, onun illər boyu apardığı elmi araşdırmaların, tibbi yeniliklərin tətbiqindəki rolunun və səhiyyə sisteminin inkişafına verdiyi töhfələrin yüksək qiymətləndirilməsi kimi dəyərləndirilir. Qeyd edək ki, Cəmil Əzizoğlu Əliyev tibb sahəsində uzun illər fəaliyyət göstərərək həm elmi, həm də praktiki istiqamətdə mühüm uğurlara imza atıb. Onun rəhbərliyi və iştirakı ilə həyata keçirilən layihələr ölkədə səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasına və yeni tibbi metodların tətbiqinə töhfə verib. Eyni zamanda bu mühüm təltif alimin yubiley ərəfəsinə təsadüf edir. Belə ki, martın 30-da Cəmil Əliyevin 80 yaşı tamam olur. Eyni zamanda bu mühüm təltif alimin yubiley ərəfəsinə təsadüf edir. Belə ki, martın 30-da Cəmil Əliyevin 80 yaşı tamam olur. Bu baxımdan dövlət tərəfindən verilən yüksək mükafat onun həyat və fəaliyyətinə verilən xüsusi dəyərin göstəricisi kimi qiymətləndirilir. Mütəxəssislər qeyd edir ki, bu cür mükafatlar yalnız fərdi nailiyyətlərin deyil, ümumilikdə ölkədə elm və səhiyyə sahəsinə verilən önəmin də göstəricisidir. Bu, gənc nəsil üçün də motivasiya rolunu oynayır və onların gələcəkdə bu sahələrə marağını artırır. Beləliklə, Cəmil Əzizoğlu Əliyevin İstiqlal ordeni ilə təltif olunması həm onun şəxsi fəaliyyətinə verilən yüksək qiymət, həm də Azərbaycanın səhiyyə və tibb elminin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin bariz nümunəsidir.